Bismillahirrahmanirrahim. Değerli izləyicilər, son günlər, son zamanlar artıq açıq-aşkar bir qrup Yahudibaş Azərbaycan vətəndaşları, belə deyək ki, din düşmənlərinin mövcud layihələrini icra etmək üçün gecə-gündüz insanlara din haqqında yanlış məlumatlar verir, insanları dindən, həqiqətdən uzaqlaşdırmağa çalışırlar. Bu cütlükdən biri də Elşad Mir və Səidə Bəkirqızı adlı iki Yahudi ajanının olduğunu bilirsiniz. Gəlin izləyək. Deyirsən ki, sən peyğəmbər də yoxdur. Yəni sizin belə bir, daha doğrusu peyğəmbərə itaət də yoxdur. Sizin belə bir çıxışınız var və peyğəmbərdən nümunə götürmək yoxdur məsələsi. Bunu istəyirəm ki, bir qədər də açaq ki, bunu nəyə əsaslanıb deyirsiniz? Çox maraqlı bir sualdır əslində. Mən bir məqamı qeyd edim. Baxın, birinci insanlar təəssüflər olsun ki, Quranın sadəcə sanki din xadimlərinə gəldiyini bir fikri formalaşır. Özləri açıb oxumurlar. Niyə? Bununla bağlı çünki müəyyən problemlər yaradırlar. Neynir? Qadınsansa mütləq Quran oxumaq üçün başını bağlamalısan. Qadınsansa mütləq təmiz olmalısan. Yaxud da başqa bir insansansa, hər hansısa bir cinsdən mütləq dəstəmaz almalısan. Amma bunların heç biri Quranda yoxdur. Bunu qeyd edeyim. Çünki bu maneələrin heç biri Quranı oxumağın önündə bir əngəl ola bilməz. Çünki əlimizdə bugün sosial şəbəkələr, əlan, Quranları olan telefonlarımızda hər cür aparaturalar var. Bunlar yəni əsas deyil artıq. İkinci bir məsələ, məsələn, Peyğəmbərə itaət. Çünki Quran-ı-Kərimdə baxın, bizim ən böyük problemlərimizdən biri odur. Quran tərcümələrindəki xətalardan biri odur. Quranın heç bir ayəsində nəbi deyilən, məsələn, Peyğəmbər mənası verə biləcəyimiz ifadəyə itaət eləmək yoxdur. Tabe olmaq yoxdur, ittiba eləmək yoxdur. Ancaq kimə var? Rəsula var. Rəsul kimdir? Çünki Nəbi məsələn bu günlərim deyək ki, əgər Səidə xanım jurnalist isə, öz ixtisasından, peşəsindən görə, amma rəfiqələrlə danışdığı zaman jurnalist olaraq deyil, rəfiqə həmin o Səidə olaraq və yaxud da evdə ana Səidə olaraq, yoldaşı ilə xanım olan Səidə olaraq danışır. Peyğəmbər də nəbi olaraq insanlarla ömür boyu artıq nəbidir. İnsanlarla danışdığı zaman çay gətir misal üçün deyəndə, yaxud dostlarla gedək bir yerdə məsələn bunu eləyək deyəndə, bu Allahın elçisi olaraq deyil, adi insan olaraq, amma ömür boyu nəbidir, onu deyir. Amma onun rəsulluğu, elçilik missiyası Allahdan gələnləri insanlara çatdırmaqdır. Gördüyünüz kimi bu videoda bu Səidə Bəkirqızı deyilən parazit açıq-aşkar deyir ki, Peyğəmbərə itaət eləmək olmaz, lazım deyil və Elşad Miri adlı Yahudi paraziti də buna bərayət qazandırmağa çalışır. Biz buna aydınlıq gətirəcəyik. Birinci budur ki, deyir ki, Quran oxuyarkən qadın təmiz olmalıdır. Yəni bu nə qədər geri zəkalı insan olmalısansa, nəinki qadını, insanın təmiz olmamasını iddia eləyəsən. İnsan həmişə təmiz olmalıdır. Peyğəmbər buyurur ki, təmizlik imandandır. İndi sən Quran oxuyarkən Allah qarşısında duracaqsan, təmiz olmalı deyilsənmi? Murdar formada mı durmusan? Onsuz da səni nə qüsul təmizləməz, nə dəstəmaz təmizləməz. Ləyaqətli insanlardan gedir söhbət. İkincisi deyir ki, Quran oxuyanda qadınlar başlarını örtməlidir. Belə bir şey yoxdur. Quran Allaha ibadətdir. Quran oxumaq Allahla söhbət eləməkdir. Sənin ləyaqətin çatarmı ki, hansısa bir mason lojasının üzvü ilə danışanda özvü adam kimi aparmayasan? Cəsarətin çatmaz ona, qeyrətin çatmaz ona. İndi sən Allah qarşısında durursan, özvü ən abırlı, həyalı halda, ən gözəl halda idarə eləməlisən, durmalısan Allah qarşısında. Sonra deyir ki, Peyğəmbərə itaət eləmək, Nəbiyə itaət eləmək yoxdur, Peyğəmbərə itaət eləmək var filan. Yəni, bu adam hələ anlamır ki, Nəbi nə deməkdir, Peyğəmbər, Rəsul nə deməkdir. Allah Quran-ı Kərimdə buyurur ki, Ətiyullah və ətir Rəsul və ulul əmri minkum. Allahdan, Peyğəmbərdən, Allaha, Peyğəmbərə və sizin işlərinizdə hakim olan əmr sahiblərinə, yəni imamlara itaət edin. Əmirdir bu. Sən bunu inkar edirsən. Və Nəbi sözünün mənasını anlamır bu. Nəbi Allahdan alan vəhyi
insanlara çatdıran deməkdir. Rəsulla onun fərqi budur ki, Rəsul yeni şəriət gətirir, Nəbi özündən əvvəlki peyğəmbərlərin şəriətini insanlara çatdırır və o Allahdan vəhy alaraq bunları eləyir. Ona itaət eləmək lazım deyilmi? Yəni bunun düşüncə tərzi budur ki, bəs itaət eləmə, peyğəmbərə itaət eləmə. Amma Allahın əmridir bu. Allahın əmrindən çıxmağa insanları sövq eləyərək dindən uzaqlaşdırmağa çalışırlar. Daha sonra da ki, peyğəmbərdən nümunə götürmə. Allah Quran-ı Kərimdə özü buyurur ki, Əhzab surəsi deməli 21-ci ayədə Allah Teala buyurur ki, şübhəsiz ki, Allahın elçisi Allaha və axirət gününə ümid edənlərə, Allahın adını zikr edənlərə ən gözəl nümunədir. Allah Quranda peyğəmbəri nümunə bilir. Siz iddia edirsiniz ki, peyğəmbər nümunə deyil. Peyğəmbər insanlar üçün nümunədir. Bütün bəşəriyyət üçün nümunədir. Amma sizin kimi əqidəsini qərbə satmış, İsrailə satmış kölələr üçün nümunə deyil. Sizin nümunələriniz Ariel Sharonlardır, əli uşaq qanına batmış Netanyahulardır, Epstein adasının müəlliflərindən biri olan Trumplardır və s. Sizin üçün nümunə odur. Ona görə narahatsınız. Dəyərli izləyicilər, bunların fitnələrinə uymayın. Allah Quran-ı Kərimdə buyurur ki, fitnə qətildən şiddətli günahdır. Fitnəkarlar dininizi əlinizdən alana qədər sizinlə vuruşarlar. Bax, bunların əli ilə, bunların əli ilə dinimizin həqiqətini əlimizdən alıb, bizimlə vuruşarlar ki, din aradan getsin. Quran buyurur ki, onlarla vuruşun, tayin ki, onlar o yollarından dönsünlər, din Allaha məxsus olsun. Vəssalamu aleykum və rəhmətullah.